Hər şey hazırdır. Masanı yığdın, kitab dəftərini qoydun, qələmini də qoydun, hətta özünə bir kofe də dəmlədin və intensiv dərs çalışmağa başlayacaqsan. Dərs başına oturdun. Ancaq 5 dəqiqə vaxt keçdi və hiss edirsən. Başım ağrıyır, nəfəsim sıxılır, təzyiqim düşür, hətta özümü yorğun hiss edirəm. Bəs bunlar gerçəkdirmi? Dərs durandan sonra biz bunları hiss edirikmi? Bunlar artıq müəmmalıdır. Bəli, mən də bunu müşahidə etmişəm ki, dərs çalışan zaman bəzi insanlarda baş ağrısı müşahidə edilir. Yəni başın ağrıyır, təngə nəfəs qalsan, necə deyim, beyin dərs çalışmaq istəsə də bədən çalışmaq istəmir. Bu gün bunun səbəblərini araşdıracağıq. Kanalıma xoş gəldin. Bu ağrı beynin uşaq kimi bir narazılıq etməsidir. Yəni sənin beynin və ya bədənin fərq etməz deyir ki, mən dərs çalışmaq istəmirəm, mən oyun oynamaq istəyirəm, mən dincəlmək, yatmaq, həyatı dolu-dolu yaşamaq istəyirəm. Ancaq sən deyirsən ki, mən dərs çalışmaq istəyirəm, mən indi oturacağam və ingilis dilindən məsələn 150 dənə test işləyəcəm. O test mütləq işlənməlidir. Ancaq belə olanda beynin artıq deyir ki, mən onu işləmək istəmirəm. Bunu necə məğlub etmək olar? İndi onlara keçirik. İlk olaraq məcburiyyət söhbətini yığışdır. Hər nə qədər müəllim sənə tapşırıq da versə, desə ki, məsələn, sabaha 150 dənəni etməlisən, nəticə sənin şüur altında özün verdiyin qərarlardır. Yəni sən desən ki, mən sabaha 150 dənə mütləq bu testi çatdırmalıyam, onda biraz deyə bilərsən ki, məsələn, sabaha mən 150 test çatdırmalıyam, yəni ayda çox tapşırığım var, çatdıra bilməyəcəm, müəllim nə deyəcək? Yox. Sabaha mənim 150 dənə testim var və bu gün oturub o testləri yazacağam. Bir fərqi oldu mu? Məncə olmadı. Ancaq 150 dənəni yaz. Mütləq yazmalısan. Yoxsa mən 150 dənəni yazaram, baxarıq, səhər tezdən duraram, cavablarından köçür. Yox, elə söhbət yox. 150 dənəni yazacağam. 150 dənəni yazmağa çalışacağam deyirsən və beynini belə aldada bilərsən. Bu ağrını başqa gücləndirən unsurlardan biri isə telefonda çox vaxt keçirməkdir. Sən telefonda müəyyən qədər vaxt keçirirsən. Film izləmək olsun, oyun oynamaq olsun, YouTube videosu izləmək olsun və ya mən kimi video çəkmək olsun. İstər-istəməz sən buna müəyyən qədər efor sərf edirsən. Və bunu sanki sən dinlənmə kimi anlayırsan. Yəni istirahət kimi anlayırsan. Elə bilirsən ki, sən telefona yarım saat baxanda istirahət edirsən. Halbuki istirahət etmirsən. Bu passiv hərəkətlərdən birinə aiddir. Yəni sən passiv olaraq beynini yorursan. Buna görə də məhz dərs çalışmağa başladıqda insanda yorğunluq olur. Və deyə bilərsən, ay Meyraz, mənim telefonda vacib işim var, nə bilim mən biznes işi ilə məşğul olam, mənim də sənin kimi kanalım var, video falan çəkirəm, onda nə edə bilərsən? Bax, məsələn, mən belə deyirəm. Heç vaxt günün günorta vaxtı və ya səhər vaxtı video editi ilə məşğul olmuram, qapaq şəklinə hazırlamıram. Niyə? Çünki əlavə enerji sərf edirəm. Gecə saat 9-10 tərəfi artıq videonun editlənməsi ilə məşğul oluram. Və ya məsələn 9-10 hazırlıqdan gəldim, yazacaq bir şeyim yoxdur. Açıb bir yarım saat şəxsi inkişaf videosuna baxaram, nə bilim. Bir məlumat xarakterli bir videoya baxaram ki, dincəlmə olsun. Yoxsa günün gündüz vaxtında hazırlığa 15 dəqiqə qalmış, açıb telefondan bir şeyə baxmaq səni nə qədər dincəldəcək, orası biraz müəmmalı məsələdir. Yaxşı Meyraz, biz bildik. Bizdə bu ağrı oldu. Yaxşı. Mən istəyirəm ki, məndə bu ağrı olmasın. Mən bu ağrıdan xilas olum. Onda nə edə bilərəm? Bunun üçün də mən çox gözəl taktikalar tapmışam. Bunlardan biri də nəfəs texnikalarıdır. Nəfəs texnikasının nə olduğunu bilməyənlərə biraz nümunə verim. Nəfəs texnikası belə mürəkkəb bir şey deyil, hamımızın edə biləcəyi 5-6 təkrarlıq hərəkətlərdir. Necə deyim? Məsələn, hətta gəl bu videoda eləyək. 4 saniyə boyunca nəfəsini al. 4 saniyə saxlayırsan və 4 saniyədə verirsən. Buna nəfəs texnikası deyilir. Bunun 4-8-4, 6-4-4 və ya 4-4-8 olan variantları da var. Bəyəndiyin birini eləyə bilərsən. Yəni deməyim ondan ibarətdir ki, nəfəs texnikaları da çox gözəldir. Arada sırada, hər gün olmasa da mən də istifadə edirəm və təsirləri də həqiqətən çox böyükdür. Nəfəs texnikaları da belə çox gözəl bir vasitədir, istifadə edə bilərsən. Başqa gələcəyi maddə isə meditasiya haqqında əminəm ki, bu kanalı izləyirsənsə, məlumatın var, hətta meditasiya da edirsən. Ancaq yeni gələnlərə də meditasiyanın nə olduğu haqqında qısa bir keçmək istəyirəm. Meditasiya bizim o kinolarda falan gördüyümüz yoga hərəkətlərinə tamamilə dəxlisiz bir şeydir. Yəni gözlərini qapatırsan və heç bir şey düşünməməyə çalışırsan. Səs falan çıxartmağına gərək yoxdur. Bəzi insanlar deyirlər ki, biz səs çıxararaq eləyirik.
Sadəcə qaranlığı düşün və ya sanki düşün ki, üçüncü bir gözdən, üçüncü bir pəncərədən özünə baxırsan və ya sadəcə bir cismi düşün. Məsələn, qırmızı bir alma düşün. Qırmızı bir alma, ağ arxa plan və qırmızı bir alma var ekranda və sən o almanı düşünürsən. Və ya qapqaranlıq heç bir şey də düşünməyə bilərsən. İlk başlarda çətin olacağını mən də bilirəm, ancaq bir həftədən sonra öyrəşirsən, narahat olma. Məsələn, dərs çalışmağa başlamazdan əvvəl 2-3 dəqiqə meditasiya tövsiyə edərdim ki, dərsə açıq zehindən girəsən. Heç bir vasitə olmadan 30 dəqiqə yürüyüş. Yürüyüşün faydaları məncə sənə məlumdur. Ancaq yürüyüşün də başqa dərs üzərində də çox faydaları var. Yəni yürüyüşə çıxacaqsansa, məsələn, yarım saatlıq yürüyüşə çıxacaqsan, dərs çalışma, tutaq ki, saat 3-də dərs çalışacaqsan və saatda 2-dir. Deyirsən ki, mən 3-də dərs çalışmalıyam. Məsələn, artıq 3-ün yarısı indi yürüyüşə çıxırsan və 3-ün yarısı evdəsən. Və özünü çox gümrah və rahat hiss edəcəksən. 5-10 dəqiqə də dincəlirsən ki, fiziki yorğunluğun çıxır və daha sonra dərs çalışmağa başlayırsan. Soyuq duş bu məşqlərdən sonra, bayaq dediyimiz yürüyüşlərdən sonra tövsiyə edərdim. Belə necə desəm, soyuq duşda arada sırada, məsələn, idmanla məşğul olsansa, soyuq duş haqqında məlumatım var. Və soyuq duşda yəni şəxsə bağlı bir şeydir, istəsən edə bilərsən. 15-20 dəqiqə qısa yuxu, power nap də deyə bilərik. Dərs yazacaqsan, çox yorulmusan, o qədər yorulmusan ki, artıq gözlərin bağlanır. Məsələn, dünən mən gözlərim yaşaracaq dərəcədə dərs çalışmışdım, power nap-lə tez bazar toparlaya bildim. Budilniki qurursan və 15-20 dəqiqə boyunca gözlərini bağlayırsan və ya sadəcə divara, bir cismə baxırsan və yatmağa çalışırsan. 15-20 dəqiqənin tamamında isə durub müəyyən işin varsa onu görməyə cəhd edirsən. Bu ağrı sənə nə demək istəyir? Bu ağrı demək istəyir ki, həddən çox çalışmısan və ya həddindən az çalışmısan, sosial mediada çox vaxt keçirirsən deyə bilər. Sənə məsələn dopamin reseptorlarının nə qədər həssas olduğunu deyə bilər və sənə başqa necə ifadələr deyə bilər. Yəni necə desəm, beynindəki bu ağrıları boş bir şey sayma, ağrıları bastırmağa çalışma, hətta ağrının səbəbini anlamağını istəyirəm və o səbəb doğrultusunda da addımları atmağını istəyirəm. Bəli, bugünkü videomuz bu qədər idi. İzlədiyin üçün təşəkkür edirəm. Bildiyin kimi də, məncə də əminəm ki, dərs oxumaq istəyəndə niyə başın ağrıyır, bu sualı cavablandıra bildim. Əgər video bəyəndinsə, faydalı gəldiysə, dəstək olmaq məqsədi ilə kanalıma abunə ola bilər, bu videonu da bəyənə bilərsən. Təşəkkür edirəm bir daha. Sağ ol. Salamat qal.